Salam, bugünkü dərsimiz iki düz xəttin üçüncüsü ilə kəsişməsi mövzusu olacaq. Əvvəlcə başlayaq düz xəttin vəziyyətini öyrənməyə. Düz xətt üç vəziyyətdə ola bilər. 1. Kəsişə bilər. 2. Paralel ola bilər. 3 isə üst-üstə düşə bilər. Birinci kəsişməni öyrənək. Ümumiyyətlə, keçən dəfəki dərsdə kəsişmənin nə olduğunu öyrəndik. Hətta kəsişmə nöqtəsindən də danışdıq. Daha sonra iki dənə düz xətt kəsişəndə alınan bucaqlar haqqında danışdıq. Yəni, qonşu və qarşılığı haqqında. Ona görə çox uzun danışmağa ehtiyac yoxdur məncə bu haqda. İndi keçək ikinci. İki düz xətt paralel ola bilər. Bilirsiniz ki, düz xəttlər sonsuza kimi uzana bilən xəttlərdir. Ancaq bu xəttlər sonsuza kimi uzadılsa belə heç bir yerdə kəsişmirlər və buna görə bunlara deyirik ki, paralel düz xəttlər. Paralel düz xəttlər bu formada da ola bilər, bu formada da ola bilər, bu formada da ola bilər. Əsas məsələ bunların kəsişməməsindədir. Məsələn, belə düz xəttlər var ki, tutaq ki, belə, biri də belə olsun. Bunları biz uzatsaq, bunlar əvvəl-axır bir yerdə kəsişəcəklər. Ona görə bunlar paralel sayılmırlar. Amma paralellər heç bir yerdə kəsişməyəndir. Paralelləri biz yazarkən hansı formada yazırıq? Məsələn, perpendikulyar bu formadaydı, keçən dəfəki dərsdə öyrəndik. Amma paralellər isə bu formada yazılır. Elə bir bərabərin tərsi formasında yazılır. Yəni, A paraleldir B-yə. Bu formada yazılır. Bir də iki düz xətt üst-üstə düşə bilər. Gördüyünüz kimi, eyni yerdə yerləşdiyindən bunlar üst-üstə düşüblər. Başlayaq indi iki düz xəttin üçüncüsü ilə kəsişməsindən. İki paralel düz xətt, baxın, burada məsələn bu A düz xəttdə olsun, bu da B düz xəttdə olsun. Bu da C. A, B düz xəttləri bir-birinə paralel düz xəttlərdir, ancaq C düz xətti onlarla kəsişir. Kəsişən zaman burada 8 dənə bucağı əmələ gəlib. Bunların hər birini rəqəmlərlə işarə etmişəm. Bu 8 bucağın hər biri 3C-yə bölünür. Uyğun bucaqlar, çarpaz bucaqlar və bir tərəfli bucaqlar. Başlayaq birinci uyğun bucaqlar haqqında öyrənməyə. Ümumiyyətlə, bu üçünün də müəyyən bir qaydası yoxdur. Ona görə də mən sizə bunların sadəcə necə tapıldığını öyrədəcəm. Uyğun bucaqlar necə tapılır? Birinci növbədə mən bu şəkli parçalamışam. Yenə bunun A, B və C düz xəttləri olduğunu xatırladım. Bunu iki hissəyə bölmüşəm ki, daha rahat başa düşək. Bu A-dır, daha doğrusu A deyil, bu C-dir. Bu A-dır, bu B-dir, bu da C-dir. Elə bir parçaladım da mən bunu. Burada birinci bir bucağına diqqət yetirək. Bir bucağı A düz xəttindən yuxarıda yerləşir, C xəttindən isə sağda yerləşir. Ona uyğun olaraq 6 bucağı da C düz xəttindən sağda, B düz xəttindən yuxarıda yerləşir. Bunlar uyğun bucaqlar sayılırlar. Yəni, təxmini olaraq eyni məsafədə yerləşirlər. Məsələn, bir bucağı harada yerləşirsə, 6 bucağı da ona uyğun olaraq o tərəfdə yerləşir. Bunlara deyirik uyğun bucaqlar. Hər halda başa düşdünüz. Məsələn, başqa bir misal olaraq da 2-ni deyək. Məsələn, 2 C düz xəttindən solda yerləşir, A düz xəttindən də yuxarıda yerləşir. Ona uyğun olaraq 5 bucağı da eyni cürdür. B-dən yuxarıda, C-dən solda yerləşir. Bu formada. Və biz də bunu bilək ki, uyğun bucaqların dərəcə ölçüləri bir-birinə bərabər olur. Məsələn, bir bucağı, tutaq ki, deyirəm, 50 dərəcədir. Onda 6 bucağı da 50 dərəcə olmalıdır. Yəqin ki, başa düşdünüz. İndi sual olaraq deyir ki, burada başqa hansı uyğun bucaqları var? Onları tapın. İndi siz videonu dayandırın, onları tapın və videoya davam edin. Görək, düzmü tapmışıq, səhvmi tapmışıq. Deməli, doğru cavab 2 və 5, 3 və 8, 4 A-dan aşağıda və C-dən sağda yerləşir, 7 də B-dən aşağıda, C-dən solda yerləşir. Hər halda başa düşdünüz. Keçək indi çarpaz bucaqlar. Məncə aralarında ən asan olan bucaqlar çarpaz bucaqlardır. Çarpaz bucaqlar iki yerə bölünür. Birinci bundan başlayaq. Daxili çarpaz bucaqlar və xarici çarpaz bucaqlar. Bunların fərqləri yoxdur. Sadəcə fərqləri ondan ibarətdir ki, daxili çarpaz bucaqlar paralel düz xəttlərin arasında, daxilində yerləşir. Çarpazlar isə xaricində yerləşir. Yəni, 1, 2, 8, 7 bucaqları belə deyim ki, xariciyə aid olacaq. 3, 4, 5, 6-lar isə daxiliyə aid olacaq. İndi tapacaqda hansılar daxili çarpazdır, hansılar xarici çarpazdır. Biz belə deyim ki, 6-cı sinifdə çarpaz üsulunu öyrənmişdik tənasüb dərsində. Məsələn, belə bir şey var idi ki, tutaq ki, deyirəm, A böl B bərabərdir, C bölünsün D nisbətində olan 2 dənə kəsir var idi. Biz bunları taparkən A-nı D-yə vururduq çarpaz olaraq, B-ni də C-yə vururduq.
Burada da eyni üsulu tətbiq edirik, vurmasaq da. Bir dənə çarpaz çəkirik. Bax, bu formada elə bir çarpaz çəkirik. Burada 3-ə çarpaz olan 6-dır, 5-ə çarpaz olan 4-dür. Onda biz bunu tapmış olduq ki, daxili çarpazlar 3, 6, 4, 5-dir. Xaricilər isə yenə bir dənə çarpaz çəkirəm. Bunu elə bir uzadaq da, belə. Uzadaq. Yəni də bunu uzadaq. Bax, xaricilər isə 2, 7 çarpazdır. 1, 8 bu da çarpazdır. Bir də buna öyrənək ki, çarpaz bucaqların dərəcə ölçüləri də bir-birinə bərabərdir. Məsələn, 3 olsun 60 dərəcə. Onda 6 da 60 dərəcə olacaq. 4 olsun, məsələn, 120 dərəcə. 5 də 120 dərəcə olacaq. Burada sual olaraq demişdim ki, xarici çarpaz bucaqlar hansılardır? Amma artıq mən onların özümdə dedim. Ona görə ehtiyac qalmadı. İndi keçək bir tərəfli bucaqlar. Bir tərəfli bucaqlar uyğun bucaqlarla demək olar eyni olduğundan biraz qarışdırılır. Amma sizlərə indi bunu başa salacağım. Ümumiyyətlə, birtərəfli bucaqlar da yenə daxili və xarici olaraq 2 hissəyə bölünür və bir də fərqləri ondan ibarətdir ki, birtərəfli bucaqların dərəcə ölçüsünün cəmi 180 olur. Çarpaz və uyğun da eyni olurdu. Burada isə cəmi 180-ə bərabər olur. Belə yadda saxlayaq ki, birtərəfli bucaqlar bir tərəfdə yerləşən bucaqlardır. Yəni, ya sağda yerləşir, ya solda. Ancaq uyğun da eyni cür olduğundan, uyğunda da məsələn 1-dən 6 uyğun bucaqlar idi. Onlar da ikisi də məsələn sağda yerləşir. Fərqləri isə ondan ibarətdir ki, xarici daxili söhbəti var. Məsələn, birinci daxilə fikir versək, daxildə 4, 6, 3, 5 var da. Eyni tərəfdə yerləşənlər 4-dən 6-dır. Deməli, bunlar bir tərəflidir. Daha sonra solda yerləşənlər 3, 5-dir. Deməli, bunlar daxili bir tərəflidir. Başa düşsünüzsə yəqin. Amma 1-dən 6 uyğun idi məsələn. Amma burada 4-dən 6-dır. Daha sonra xaricə fikir versək, xaricdəkilər 7, 8, 2, 1-dir. Bir tərəfdə sağda yerləşənlər 1-lə 7-dir. 2 və 8 isə deməli solda yerləşir. Ona görə də deyirik ki, xaricilər 1, 7, 2, 8, daxillər isə 4, 6, 3, 5 bunlardır. Son olaraq yenə demişdim xarici bir tərəfini tamam, amma artıq özüm dedim sizlərə. Keçək indi misallara. Misallar üzərində bu qaydanı daha rahat öyrənəcəksiniz. Başlayaq birinci misaldan. Birinci misalda deyir ki, A ilə B paralel düz xəttlərdir. Bax, bu paralellik işarəsidir. Beta 2 alfaya bərabərdirsə, alfanı tapın. Şəkli bir daha bura çəkirəm ki, görək. Burada betadır. Ay, bir dəqiqə. A nədir? Alfadır. Deyir ki, beta 2 alfaya bərabərdir. Ümumiyyətlə, birinci bunun hansı bucaqlar olduğunu tapmalıyıq. Beta ilə alfa necə bucaqlardır? Daxili bir tərəflidir. Yəni, bu ikisinin cəmi 180 dərəcəyə bərabərdir. Beta üstəgəl alfa bərabərdir 180 dərəcəyə. Biz betanın 2 alfa olduğunu bilirik. Yəni, bunun yerinə 2 alfa yazırıq. 2 alfa yazsaq, alfa üstəgəl 2 alfa 3 alfaya bərabərdir. Deməli, 3 alfa bərabərdir 180 dərəcəyə. Alfa da olur 60 dərəcə. Bizdən də alfanı soruşduğu üçün alfa nə olur? 60 dərəcə. Bizdən betanı sorursaydı, 60-ı 2-yə vuraraq tapa bilərdik və yaxud da başqa bir üsulla, onsuz da bunların cəmi 180 olduğundan alfanı 60 tapmışdıq. Betanı tapmaq üçün 180-dən 60 çıxacaqdıq, 120 dərəcə. Keçək ikinci misalımıza. İkinci misalımızda eyni 1 kimidir. Heç bir fərqlilik yoxdur. Sadəcə burada 5 alfa verilib. Bunu özünüz həll edin və aşağı cavablar bölməsinə yazın.